Və biz böyük günahları kiçik günahlardan necə ayırırıq? O günahlar ki, o asiliklər ki, o asiliklər barədə hədd cəzası təyin edilib. Quran və sünnədə. Məsələn, oğrudur, oğrunun hədd cəzası var. Əlinin kəsilməsi. وَالسَّارِقُ وَالسَّارِقَةُ فَقْطَعُوا أَيْدِيَهُمَا جَزَاءً بِمَا كَسَبَا نَكَالًا مِنَ اللّٰهِ. Allahdan bir cəza olaraq oğru kişi və qadının əllərini kəsin. Düzdürmü? Deməli, oğurluq barədə şəriət hədd cəzası təyin edib etməyib? Təyin edib. Deməli, bu dəlildir ki, oğurluq nədir? Böyük günahdır. Zinə üçün təyin edib, şərab içmək üçün təyin edib və bu kimi. O günahlar barəsində ki, hədd cəzası təyin edilib, bu dəlildir ki, həmin günah böyük günah sayılır. Həmçinin o günahlar barədə ki, cəhənnəm əzabı gəlib, Allahın lənəti, Allahın qəzəbi və bu kimi əlamətlər gəlib, onlar dəlildir ki, həmin günahlar böyük günahlardır. Və bəzi alimlər böyük günahları bu cür dəlillər ilə bir kitaba yığıblar. Və onlardan birisi İmam Zəhəbi, rahiməhullahın kitabı var, Kitabul Kəbair, böyük günahlar. Təxmini 80-dən artıq, 90-a yaxın böyük günah zikr edir. Və həmçinin Şeyx Muhammed ibn Abdülvahabın da bu barədə kitabı var. Böyük günahları toplayıb.